Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Abbaszəddə deməli, bax qarşıda gördüyünüz Pafaktur 4 sot olmalıdır. Ancaq sənəddə 3 sot olan bax belə bir torpaq sahəsi satılır. Qiyməti 40 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən mən sizə deməli bax bu mərkəzi yol göstərirəm. Yəni yolun kənarındadır. Bax bura vaxtilə deməli yataqxana olub. Yataqxananın arxasında 27 nömrəli peşə məktəbi olmalıdır. Abbaszəd adına xəstəxana bax qarşıdadır. Təxminən 200 metrdən sonra yolun sağında poliklinika, eyni zamanda poliklinikadan sonra bilirsiniz ki, yəni Abbaszəd adına olan xəstəxanadır. Torpaq sahəsi yolun kənarındadır. Bax torpaq tökmə deyil, sənədi sərəncamdır. Arxiv arayışı var. Eyni zamanda bax 4-cü mikrorayon binalarını görmək mümkündür. Yəni 4-cü mikrorayon aşağı tərəfində, yenə təkrar edirəm, yolun kənarındadır. Bax hal-hazırda yenidən siz yolu görürsünüz. Bax yolun kənarında belə bir torpaq sahəsi satılır. Qiyməti 40 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Qarşıda gördüyünüz plitələr bu torpaq sahəsinə aid deyil. Yenidən mən sizə torpaq sahəsinin ərazisini göstərirəm. Bax belə, sizlərə uğurlar.